Vacip olan nədir? Niyə cudunu seçmisən? Çünki judo təkcə idman növü deyil, həm də həyat məktəbidir. Judo disiplina, xarakter, hörmət və özünə müdafiənin örgədir. Judo sənə nə öyrədir? İlk növbədə disiplinli olmaq, pis vərdişlərdən uzaq durmaq, hörmət, hamıya hörmət eləməlisən. Fərq etməz, sənin rəqibindir, düşmənindir, fərq yoxdur. Hamıya hörmətlə yanaşmalısan. Udanda kimə zəng eləyirdin? Udanda birinci ilk növbədə mənim ailəmə zəng elirdim. Öz sevincimi onlarla bölüşürdüm. Judoda ən sevdiyin dəyər nədir? Judoda dəyərlər çoxdur. Hörmətdir, dostluqdur. Mənim üçün dostluqdur. Orada çoxlu dostlar qazanmışam. Mənə məsləhətin nədir? İlk növbədə yaxşı oxumaq, qabağına məqsəd qoymaq. Ən vacib nədir? Sənsən.